Azina Talk podkastına xoş gəlmisiniz. Bugünkü qonağımız təqdim eləmək istəyirəm Cabbar Həsənov. Xoş gəlmisiniz. Hoş gördük. Bəlkə də bir lətifə kimi Naxçıvan şəhər stomatoloji poliklinikasında böyük əksəriyyətin ehramlar idi. Bəlkə də 80% həkimlərin. Tam da onun önündə Mirzə Cəlilin heykəli vardı, amma heykəl belə başını aşağı salmışdı. Deyirdilər, ehramlardan utanır, başını aşağı salır. Konferans kurslarının təşkilatçısı, həm xarici Azərbaycanı hər kəs ürəklə istər ki, təmsil edəsin. Vallahi siz soruşun ki, Cabbar doktor arzuladığı yerdə özünü görürmü? Heç görmür. Əlini biləcəyim pikə çatmamız lazım və bir arada durmaq, sadəcə bir həkim kimi işləmək, sadəcə günləri xəstələrə baxıb 5-3 manat almaq məncə bu çox azdır. Məncə bu çox azdır və bilməm ki, mən belə yaşaya bilmirəm.